Bugüne qədər avar çəkməklə heç məşğul olmamışdım. Buna görə çox peşmanım. İlk dəfə idi avar çəkməklə məşğul oldum. Fərqli adrenalin və fərqli anlar yaşadım. Buna görə də Avar Çəkmə Federasiyasına dərin təşəkkürümü bildirirəm. Təşəkkür edirəm. Federasiya rəhbərliyi başda olmaqla kollektivin hər bir üzvünə həm dəvətə, həm də maarifləndirməyə görə sonsuz minnətdarlığımı bildirirəm. Minimal fiziki güclə maksimal istirahət və əyləncə. Siz də gəlin, çox maraqlıdır. Bugün avar çəkmə yarışında iştirak elədim. Baxmayaraq ki, qorxurdum, amma təcrübəli, peşəkar təlimçilərin sayəsində bugün bu qorxumu yendim və sizləri də avar çəkməyə dəvət edirəm. Bizə bu imkanı yaratdığı üçün Federasiya rəhbərliyinə və təşkilatçılara özlərim minnətdarlığımı bildirirəm. Bugün avar çəkmədə ilk təcrübəm idi. İlk təcrübə olmasına baxmayaraq, peşəkar təlimçilərin sayəsində bunu çox yaxşı bacardığımı düşünürəm və bunu istəyən, avar çəkməni istəyən çox gənclər var, çox insanlar var və onlara dəvət edirəm bura. Burada siz cəmi 10 dəqiqənin içində təlimçilərin sayəsində öyrənəcəksiniz və çox qəşəng bir saat ərzində vaxt keçirdə biləcəksiniz. Təəssüratlarım möhtəşəm. Bir sözlə ilk dəfə idi. Yəni bu qədər möhtəşəm olacağını düşünməzdim, ağlıma gəlməzdi. Həqiqətən buradakı əməkdaşlar bizə ilk dəfə üçün o qədər gözəl, detallı başa saldılar ki, hər şeyi. Yəni mən artıq daimi buranın müştərisi olmaq istəyirəm, abonent olmaq istəyirəm. Mütləq gələcəm və hamıya da tövsiyə edirəm ki, bu əyləncəli, faydalı və insana həqiqətən xoşbəxtlik qatan idman növü ilə mütləq məşğul olsunlar avar çəkməklə.